Hər kəsin hər günü xeyirli uğurlu olsun. Bilmirəm son hadisələrdən xəbəriniz var yoxsa yoxdur. Deyərsiniz hansı hadisə, o qədər hadisə baş verir ki, doğrudan da 13 yaşlı bir uşağın 24 yaşlı bir adamla hamilə qalması Bağcabədidə baş verib. Mən dəhşət gətirən təkcə bu deyil. Məni dəhşətə gətirən odur ki, məhkəmə bu şəxsi buraxıb. Nə var ki, valideynlər razılığa gəliblər ki, o qız hindidən oğlanı nişanlayacaqlar. Daha sonra 18 yaşda tam oldu, evlənəcəklər. Niyə görə? Mənə çox sadəcə maraqlı. Bəlkə biləniniz var aranızda və bunu şərhdə yazın. Çox xahiş edirəm. Niyə görə məhkəmə valideyn belə razılaşsa da, çox da razılaşıb, qələt edib, başını daşa döyüb belə valideyn razılaşıb. Razılaşdığı halda 13 yaşlı uşaqla cinsi əlaqədə olmuş birisini buraxır məhkəmə. Nə üçün? Hansı səbəbdən? Nə olar razılaşıb valideynlər? Bu bir məsələ. Mənə görə şəxsən haqqında bu şəxsin həbs qəti imkan tədbiri seçilməli idi. Sonra atalıq testi verilməlidir. Bildiyimə qədərilə dölün 3-cü ayından sonra atalıq testini etmək olur. Yoxlamaq lazımdır dayanağıyla, bu atasıdır yoxsa yox və daha sonra həbs etmək. Mən belə şokdayam buna görə. Yəni mən şokdayam ki, valideyn bu qədər mi övladından bezardır? Yəni sən düşünmürsən ki, sənin uşağın körpədir və sənin övladına qarşı belə bir hərəkət ediblər. Sən necə buna qarşı, yəni razılaşa bilirsən bu qarşı tərəflə buna ki, mən indi nişanlıyım, 18 yaş olanda mən bunu ərə verərəm. Niyə görə? Bezarsan övladından. Bezar idinsə niyə dünyaya gətirdin bu övladı? Yazıq deyilmi övlada? Axı bu uşağı da yəni mən o adam haqqında heç nə demək istəmirəm. Onsuz bəllidir ki, o adam nədir, nə deyil. Yəni mundarıdır. Mən valideyni çox salır məni valideyn ki, yəni necə deyim sizə, bu insan necə, yəni necə razılaşmaq olar belə insanla? Məhkəmənin qərarıdır, məni şoka salır. Yəni niyə görə belə qərar verib? Mən aydın deyil. Əgər kiməsə aydındırsa, kimsə anlayıbsa bu qərarı, məni də başa salsın. Bundan başqa yəni belə bir Azərbaycanda çox belə hallar rast gəlinir. Çox əfsuslar olsun ki, uşaq və yeniyetmələrə qarşı cinsi istismar, cinsi qısnamalar çox olur. Cinsi istismarların cinsiyyəti olmur. Yəni bu hallar düz hal-hazır biz qız uşağına qarşı olan məsələdən danışırıq, amma oğlan uşaqlarına qarşı belə hallar olur. Və ona görə deyirəm ki, cinsi istismarın cinsiyyəti olmur. Bu video hansı jurnalistin, hansı blogerin qabağına çıxsa çox rica edəcəm, çox xahiş edirəm, bu məsələni işıqlandıraq. Bu məsələ haqqında danışaq, yazaq ki, bu məsələ ictimailəşsin və imkan verilməsin ki, gələcəkdə də bu hallar baş versin. Yəni valideynlərin belə maariflənməmiş, yoxsa axmaqlığından mı deyim, düşüncəsizliyindən, valideyn həqiqətən də dünyaya gətirən valideyn deyil.